Salam dostlar, dördbucaqlar mövzusuna aid belə bir sualın həllinə baxacaq. ABCD düzbucaqlısında AY tənböləndir, yəni burada verilən AY tənböləndir. BY 6 cm, YS isə 9 cm olarsa, AYSD trapesiyasının sahəsini tapın. AY tənbölən olduğu üçün, bu düzbucaqlı olduğu üçün bu bucaqların hər biri 45 dərəcə olur. Burada 45 dərəcə olar. Burada 90 dərəcə olduğu üçün bu bucaq da 45 dərəcə olacaq, həm də daxili çarpaz bucağa görə bərabər olmalıdır. Onda buradan alırıq ki, bu düzbucaqlı üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaqdır. BY 6 cm olduğu üçün AB də 6 cm olur. YS-ni 9 verir və bizdən soruşur AYSD trapesiyasının sahəsini, yəni bu hissənin sahəsini soruşur. Trapesiyanın sahəsini tapmaq üçün biz onun orta xəttini tapıb vurmalıyıq hündürlüyünə. Hündürlüyü bilirik ki, buradan bura çəkilmiş. Bu düz xətt olacaq. Yəni bu hissə 6 olduğu üçün bu da 6 olar. Oturacağın biri 9 cm-dir. Digər isə düzbucaqlının uzunluğuna bərabər olacaq. Yəni 6 burada, 9 burada var. Yəni bura 15 olacaq. Onda bu trapesiyanın sahəsi bərabər olacaq. 15 plus 9 bölü 2 vurulsun hündürlüyə 6-ya. Bu da bərabər olar. 24 böl 2. 12, 12-ni də 6-ya vuranda 72 edəcək. Yəni santimetrlə verilib də burada santimetr kvadrat da yazmalıyıq.